Göze sürmə çəkmək orucu pozmur, narahat olmayın. Çox soruşurlar bugün. Şam qoyma, kimin xəstəliyi varsa, bavasir xəstəliyi və s. və ya qızdırmaya görə şam qoyma orucu pozmur. Qulaq damcısı orucu pozmur. Asma xəstəliyin spreyi, asma xəstəliklər istifadə edirlər. Əlbəttə ki, orucu pozmur. Həmçinin insulin iynəsi, şəkər xəstəsi tutub insulin iynəsi orucu pozmaz. Çünki bu iynədən istifadə etməlidir. Həmçinin ağrı kəsici, diş çəkdirəcəksə, həmçinin ətirdən istifadə etmək, ətir iynəmək orucu pozmur. Makyaj etmək orucu pozmur. Qan analizi orucu pozmur. Yəni, duş almaq orucu pozmur. Həmçinin yuxuda ehtilam, insan bədənindən məninin gəlməsi, spermanın gəlməsi yuxuda ikən, gündüz orucda yatıb, durub üzərinə cənabət qusu düşür. Orucu pozulur mu? Pozulmur. Sadəcə cənabət qusunu alır. Həmçinin misvakdan istifadə etmək, Peyğəmbərimiz istifadə edərdi. Bir ağac budağıdır, misvak deyirlər. Həmçinin diş fırçasını istifadə etmək olar. Qulağa və buruna damcı tökmək orucu pozmur. Göz damcısı orucu pozmur. Yəni dodaq yumşaldıcı pozmur. Sadəcə yeməmək şərti ilə, yəni udmamaq şərti ilə. Bəlğəm udmaq orucu pozmaz. Həmçinin qan analizi bilmədən qaytarmaq orucu pozmur. Əzələ daxili, vena daxili, dəraltı iynələr, yəni vitamin olmayan bütün iynələr, ağrı kəsici, antibiotik, bunlar orucu pozmur. Həmçinin ehtiyac olarsa ağzı qarqara eləmək orucu pozmur. Onsa dəsmal zamanında ağız burun yaxalanır. Yəni həmçinin qarqara, diş fırçası, burun qanaması, deyir burnum qanadı, orucu pozmur. Yəni həmçinin yeməyin dadına baxma orucu pozmur. Yəni ona görə narahat olmayın. Hər yüngül bir şeyə gələn insan orucunu pozmaz.